Nəğmə sustu dodaqlarda, dilə gəldi tüfənglər. Bir zamanlar ön cəbhədə vətənin keşiyində dayanan bu müəllimlər indi məktəblərdə gələcəyimizi inşa edirlər. Müəllim yalnız elm öyrətmir, həm də layiqli, nümunəvi vətəndaş olmağı aşılayır. 44 günlük vətən müharibəsində könüllü olaraq cəbhəyə yollanan, sinif otağını səngərlə əvəz edən müəllimlərimiz bugünün və sabahın gəncləri üçün əsr nümunəvi vətəndaşa çevrilib. Əzəli torpaqlarımız uğrunda şücaət göstərən tarix müəllimi Fuad Məmmədov da belə müəllimlərdəndir. O, bugün yalnız tarix kitablarından deyil, səngərlərdən şahidi olduğu döyüş meydanından da danışır. Tarix dərslərində əvvəlcə müharibədən qabaq, 2020-ci ildən qabaq hər dəfə Zəngilanın, Qubadlının, Şuşanın işğal günlərini deyirdik və bu biraz üzüntülü idi, sözsüz ki. Amma hal-hazırda bizim alnımızı açıq, yəni ərazimiz tam olaraq düşmən tapdağından azad olunmuş formada və bu günləri Şuşanın işğal gününü yox, Şuşanın azad olması gününü şagirdlərə aşılayırıq. 3 istiqamətdə Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində döyüşlərdə iştirak etmişəm. Cənab Prezident tərəfindən Füzuli və Cəbrayılın azad olunması medalları ilə təltif olunmuşam. Döyüşlərdə iştirak edən müəllimlərin göstərdiyi igidlik, vətənə olan sevgi ümumilikdə xalqımız, xüsusən də gənclərimiz üçün qürur mənbəyidir. Ön cəbhədə xüsusi fərqlənən idman müəllimi Ülvi Qurbanov indi məktəbdə şagirdlərinə yalnız fiziki sağlamlıqdan deyil, həm də insani keyfiyyətlərdən, zehni gücdən, iradədən danışır. İlk olaraq döyüşümüz başlayıb, döyüş istiqamətimiz Füzuli istiqamətinə başlayıb. Daha sonra isə Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşlərə qatılmışıq. Gərgin döyüşlərdə iştirak eləmişəm. Ən çox, belə deyək, xatirələrimiz, ən çox unuda bilməyəcəyimiz hadisələr Xocavənd istiqamətində olub. Xocavənd istiqamətində bir çox döyüş yoldaşlarımı itirmişəm. Cənab Prezident tərəfindən 3 medalla təltif olunmuşam. Müharibə iştirakçısı bu döyüşəndən bir çoxsunda var. Füzuli və Xocavənd istiqamətlərində döyüşdüyüm üçün 2 medalla da təltif olunmuşam. Vətən uğrunda qəhrəmanlıq göstərən mübariz ruhlu müəllimlərin qələbələrindən biri də yetişdirdikləri vətənpərvər, savadlı, məqsədyönlü gənclər olacaq. Gələcəyin memarı olan müəllimlərimizə dərin minnətdarlığımızı bildirir, şəhid olan müəllimlərimizin xatirəsini ehtiramla yad edirik. Gülarə Quliyeva, Nuran Ələkbərli, Mirəziz Mirəlioğlu, Elvin Cəfərov, Xavər Zahirova, Mədəniyyət xəbərləri. Sən yerlər apardı, ya soyqəllər apardı səni uşaq.